Salam hörmətli tamaşaçılar, hər birinizə xoş gördük. Yenidən OTV-nin xüsusi gündəmindəsiniz. Sizinlə həmsöhbət mənəm Tural Turan. Yenə də Azərbaycan televiziyalarının bərbad durumundan danışacağıq. Və keçən dəfəki mövzumuzdan fərqli olaraq bağlanan verilişlərdən, həmin aparıcılardan yox, Azərbaycan tamaşaçısının Azərbaycan televiziyalarından nələri gözlədiyindən bəhs edəcəyik. İlk növbədə onu qeyd edək ki, televiziya cəmiyyətin güzgüsüdür, bunu hər kəs bilir. Bəs bugün Azərbaycan televiziyaları ölkəmizin, cəmiyyətimizin güzgüsünə çevrilə bilirmi? Mənim fikrimi soruşmaq istəsəniz təbii ki, yox deyəcəm. Ancaq siz bu haqda nə fikirləşirsiniz, onu şərh bölməsində yaza bilərsiniz. Bugün Azərbaycan tamaşaçısı nə istəyir sualına cavab verməmişdən öncə dostlarla, yoldaşlarla qısa bir söhbət elədim. Onların nə istədiklərini soruşdum. Və mənim dostlarımın, yoldaşlarımın içərisində cəmiyyətin bütün təbəqələrindən insanlar var idi. Şairlər, yazıçılar, professorlar, çobanlar, sadə kənd adamları və s. ilaxır. Azərbaycan kəndlisi deyir ki, fermerlərlə bağlı verilişlər televiziyalarda yoxdur. Yaxşı olardı ki, öyrədici verilişlər bu yöndə daha da artsın. Həftədə, ayda 1-2 saat yox, gündə ən azı 2-3 saatlıq verilişlər olsun. Şagirdlər, məktəblilər öyrədici verilişlərin çox olmağını istəyirlər və deyirlər ki, olduqca azdır. Qoyunçuluqla, maldarlıqla bağlı verilişlərin çox olmağını istəyənlər var. Bəziləri mütaliəni sevdirəcək proqramların hazırlanmasını xahiş edirlər. Qazilərimiz, şəhid ailələrimiz hansı xəbərlər istəyir, bilirsinizmi? Və hansı mövzulara toxunulmağını istəyir, deyim sizə. Hər bir gün, hər bir şəhid ailəsinin güzaranından, həyatından, dolanışığından verilişlər hazırlasın deyirlər. Dövlət bu istiqamətdə az-çox işlər görür, şəhid ailələrinə müəyyən qədər qayğı var. Ancaq bu yetərincədirmi? Yox. Bir çoxları sosial problemlərdən, mənəvi dəstəkdən əziyyət çəkirlər. Və onlara cəmiyyət olaraq mənəvi dəstəyimiz var, ancaq dövlət olaraq mənəvi dəstək, maddi və sosial dəstək hansı formadadır, onu bir çoxlarınız yaxşı bilirsiniz. Və 44 günlük vətən müharibəsindən sonra onlarla qazimiz intihara cəhd elədi, özünü öldürənlər oldu, yandıranlar oldu. Və 44 günlük vətən müharibəsi göstərdi ki, biz müharibədən sonraki, yəni post-müharibə dönəminə, qazilərin, yaralılarımızın psixoloji reabilitasiya məsələlərinə o qədər də hazır deyilmişik. Baş verən proseslər bunu göstərdi. Eyni zamanda bir sıra dövlət qurumlarının onlara qarşı etinasızlığını da az müşahidə eləmədik. Bu baxımdan qazilər üçün, şəhid ailələr üçün televiziyalarda açıq mikrofonlar yaradılmalıdır. Bu açıq mikrofonlar tək şəhid qazi ailələri ilə kifayətlənməməlidir. Bütün zümrələri, ziyalıları, aydınları, sənətkarları və sadə, sıravi Azərbaycan vətəndaşlarını daxil eləməlidir. Məsələn, küçədə hər hansı bir televiziya, əsasən də ictimai televiziya ola bilər, AzTV ola bilər və digərləri ola bilər. Küçələrdə açıq mikrofonlar təşkil eləməlidirlər. Sosial vəziyyəti malalamaqla dırnaq arası heç nəyə nail olmaq mümkün deyil. Kanallarımız, televiziya kanallarımız hər evin ən əziz qonağına çevrilməlidir. Bir mənalı şəkildə. Zorla qapıdan girən qonaq yox, yəni məcbur oturub baxasan yox, çünki alternativ olmayanda bəzən belə də olur. Və ən əsası bugün vəziyyət o qədər ciddiləşib ki, ötən verilişlərimizdə də qeyd elədim. Azərbaycan televiziyalarındakı idbarlığı, iyrəncliyi görən bir çox tamaşaçı bizim yerli telekanallardan üz döndəriblər. Onlar Rus, Türk kanallarına baxırlar. Şəhid ailələrimiz, qazilərimizlə bağlı. Məsələn, şəhid ailəsini, qazini nə maraqlandırır? 1-ci və 2-ci Qarabağ savaşında onlarla, yüzlərlə vətən müharibəsi veteranımız var. Onlar deyirlər ki, bizim maaşlarımız nə vaxt artacaq? Dövlətimiz onlara daha hansı qayğıları, imtiyazları verəcək, göstərəcək? Şəhid ailələrini, qaziləri maraqlandıran bunlardır. Müəllimlər kurikulumla bağlı və digər sahələrlə bağlı, həkimlər yenə də öz sahələri ilə bağlı verilişlər istəyir. Hər kəsin istədiyi bir veriliş var, ancaq biz bunu yetərincə qarşılaya bilirikmi? Baxın, hər dəfə dövləti qınamaq da olmur, açıq deyim.
Dövlət həmin televiziyaların saxlanması üçün vəsaitlər ayırır. Ancaq ayrılan pullar yerinə uyğun xərclənirmi? Bax, əsas məsələlərdən biri də budur. O baxımdan televiziyalarımız daha yaradıcı, daha kreativ olmalıdır. Məsələn, ASTV-də bir veriliş var idi, yadınızdadırsa MAQ verilişi. Bilmirəm indi çəkilirmi, çəkilmirmi. Mən uzun müddət Azərbaycan televiziyalarına baxmıram. Mənim çox xoşuma gəlirdi. Yaradıcı, kreativ gənclər orada özlərini ifadə edirdilər. Özdə çılğıncasına, o gənc kimi, 18-20 yaşındakı gənclər kimi. Bu cür verilişlər olmalıdır. Ardı gəlməlidir. Yəni, həmin verilişlər hansısa productionlarda çəkilməməlidir. Elə ASTV-nin özündə çəkilməlidir, İctimai-nin özündə çəkilməlidir, Space-in özündə çəkilməlidir. Bugün televiziyalarda kəmər sıxmaya keçiblər, işçilər işdən azad olunur. Və son 2-3 ayda işini itirən çimən qarışıq jurnalistlərin sayı onlarladır. Bugün sabah yüzlərlə olacaq. Və hakimiyyətə, onun yanlış siyasətinə, sırf media ilə bağlı yanlış siyasətinə qarşı bir jurnalistlər ordusu formalaşmaqdadır hazırda. Mən bunu ürək ağrısı ilə deyirəm. Və 18-20 il təcrübəsi olan jurnalistlər bugün daha çox töhfə verə bilərlər. Ancaq onlar bugün işdən azad olunurlar. Sizin yaşınız çatmır, daha doğrusu o mənada ki, yaşınız keçib, bizim tələblərə əl vermirsiniz. Kişi, müxbir kimi əl vermir, redaktor kimi onun təcrübəsindən yararlana bilərsən. Belə imkanın yoxdur, korrektor kimi yararlana bilərsən. Bugün televiziyaların o titrlarının vəziyyətinə baxın, nə gündədir. Ələ salırlar sosial şəbəkələrdə, məzələnirlər, üzr istəyirəm ifadəmə görə. Bugün Azərbaycan tamaşaçısı özünü görmək istəyir həmin televiziyalarda. Onlara bu imkanı yaratmaq lazımdır. Axı, bütün televiziyalarımız aşağı-yuxarı demək olar ki, həmin vətəndaşın verdiyi vergi sayəsində ayaqda durur. Bəli, onu ayıran prezidentdir və digər orqanlardır həmin vəsaiti. Ancaq insanların, vətəndaşların vergiləri də o televiziyaları ayaqda saxlayan və vətəndaşa yuxarıdan aşağı baxmaq olmaz. Bugün mən istəyərdim ki, şəxsən mən istəyərdim ki, yaradıcı, kreativ verilişlərin sayı çox olsun. İstənilən sahələrdə, rəssamlığından, heykəltaraşlığından, sosial sahələrə qədər. Nə qədər özbaşınalıqlar, çatışmazlıqlar var. Niyə vermirsiniz, yayımlamırsınız? Çünki hansısa nazirlikdən pul alırsınız və ya tapşırıq gəlir, filan verilişi sujeti çıxarın. Bir dəfə versəniz belə, ikinci dəfə verə bilmirsiniz. Azərbaycan mediasındakı vəziyyət aşağı yuxarı bilirik də. Media alver-bazar predmetinə çevrilib. Bunu gizlətməyin daha çox örtbasdır eləməyin adı yoxdur. Və mən istəmirəm mənim ölkəmin mediası bu vəziyyətə düşsün. Cəmiyyət korşalacaq. Cəmiyyət korşalanda daxili qoydum qırağa, xaricdən gələn təsirlərin qarşısında dayana bilməyəcəyik. Nə cəmiyyət olaraq, nə dövlət olaraq. Ona görə bizdə media rəngarəng olmalıdır. Azad media bax buna görə olmalıdır. Siyasi məsələləri qoyuram qırağa, heç siyasi verilişlər verməyin. İqtisadi verilişlər verin. Mədəni verilişlər. Daha kreativ, dünyada baş verən prosesləri əhatə eləyən, analiz eləyən, təhlil etmə qabiliyyəti yüksək olan. Belə ölkə daxili siyasətlə bağlı vermirsiniz, xarici siyasətlə bağlı verin. Bugün mən baxıram yerli telekanallardakı o xarici proseslərlə bağlı, regionda və dünyada baş verən hadisələrlə bağlı şərhlərə. Oradan buradan kopyalayırlar, danışırlar. Özlərinin məhsulu yoxdur, beyin analitika yoxdur efirə çıxardığı şəxslərin. Nə gündədir bizim televiziyalarımız? Ona görə də xarici telekanallara üst tutur Azərbaycan tamaşaçısı. Və nəticədə nə baş verir? Ata baxır, övlad da məcbur olur, baxır və həmin dili götürür. Və dilimiz məhv olur, yenə də deyirəm. Və bugün Azərbaycan televiziyalarının bu durumda olmasına görə cavabdeh olan şəxslər gələcəkdə, bugün heç nə deyilməsə də, ağ və yaxud da qara ləkə kimi qalacaqlar. Necə ki gec deyil, o zərərin yarısından da qayıtmaq mümkündür. Qazan yeməkləri ilə, nə bilim, ailə daxili münaqişələrlə sən nəyə nail olmaq istəyirsən? Mənim nəyimə lazımdır? Kimsə ailə daxili problemi. Bax, budur məsələ. Nə qədər ailələr var, çətin durumda yaşayan. Onların həyatını işıqlandırın. Küçədə limon satan bir qadının bir günlük həyatını canlandırın. 50 il, 60 il bir müəssisədə işləyən veteran tutalım dəmir yolçu, metro işçisi var. Onlardan maraqlı sujetlər hazırlayın. Boşanmalar tüğyan eləyir ölkədə. Boşanmaların əsl səbəbləri nələrdir? Hansı səbəb? Amma doğru dürüst. Sosial problemdən tutmuş psixoloji uyuşmazlığa qədər hər şeyi olduğu kimi verin. Amma bugün mən bunu görmürəm. Belə hörmətli tamaşaçılar. Sağ olun, salamat qalın.
Azərbaycanın yeganə müstəqil televiziyası olan OTV-ni də izləməyi, kanalımıza abunə olmağı və bu məsələ ilə bağlı şərh bölməsində fikirlərinizi yazmağı da unutmayın. Hələlik.